Axşamınız xeyir əziz şagirdlər. Videoları bəyənməyi unutmayın. Biz bu günləri sözün tərkibindən, yəni morfemikadan bəhs edəcəyik. Lüğəvi mənasına görə sözlər iki cür olur. Leksik mənası olanlar və eyni zamanda leksik mənası olmayan, yəni ki, lüğəvi mənası olmayan sözlər. Və leksik mənası olan sözlərə biz nəyə misal göstərə bilərik? Mənası olan sözlərimiz hansıdır? Hansı ki, o sözlərin sən izahını verə bilirsən. Şəhər, daxma, ev və s. Lakin leksik mənası olmayan sözlər bizim əsasən köməkçi nitq hissələrimizdir. Ancaq, lakin, ki, bəlkə və s. Və eyni zamanda sözün tərkibi mövzusunda lüğəvi mənası olan sözlər nəzərdə tutulur. Morfemika dilçilikdə sözlərin tərkibindən, onların quruluşundan bəhs edə bilən bir bölmədir. Yəni, sözün mənası olan hissəsi kökdür, mənası olmayan hissəsi də şəkilçidir ki, bunlar birləşərək morfem adlanır. Deməli, sözlər tərkib hissələrinə görə iki yerə bölünür. 1. Kök, 2. Şəkilçi. Yəni, kök ayrılıqda işlənə bilən, müəyyən lüğəvi məna, yəni leksik mənaya malik olan və fonetik cəhətdən dəyişə bilən hissədir. Şəkilçiləri isə lüğəvi mənası olmayan, yəni leksik mənası olmayan, sözün ayrılıqda işlənə bilməyən və kökə qoşulduqdan sonra leksik və qrammatik məna qazana bilən, leksik və qrammatik məna yaradan hissəsidir. Məsəl üçün, biz baxaq hansı sözə? Kitabxana. Və bu arada kök işarəsi bu formada göstərilir. Leksik şəkilçi üçbucaq formasında olur. Qrammatik şəkilçimiz isə bir qədər yumru formada. Və biz baxaq hansı sözə? Kitabxana sözünə. Sözün kökü məna daşıya bilən hissədir. Biz onu parçaladıqda şəkilçi ilə kök arasında müəyyən əlaqə olmalıdır. Və kitab sözün köküdür. Kitab nədir? Bizim oxuduğumuz bir vəsaitdir. Kitabxana nədir? Kitabxana isə həmin kitabların saxlanıldığı yerdir. Kitab nə sualına cavab verir? Kitabxana isə hara sualına cavab verir. Və bir sözün həm quruluşu dəyişir, çünki leksik şəkilçi sözün quruluşunu dəyişməyə bacarır. Həm də eyni zamanda məna dəyişir. Burada artıq təkcə bir kitabdan söhbət getmir axı. Kitabların saxlanıldığı yerdən söhbət gedir. Daha sonra sözün kökünün əsas xüsusiyyətləri nələrdir? Kökün hansı xüsusiyyətləri var? Sözün kökü deməli
leksik mənaya malik olur. Yəni ayrılıqda bir mənası var. Olur. İkinci əsas qayda. İkinci əsas qaydamız nədir? Kök sözün əsasını təşkil edir. Təşkil edir. Daha sonra sözün kökü dəyişmir, sabit olur. Dördüncü, sözün kökü ayrılıqda, yəni şəkilçi ona qoşmadan da işlənə bilir. Beşinci qayda. Bir söz kökü müxtəlif istənilən qədər şəkilçi qəbul edə bilər. Daha sonra milli mənşəli söz köklərini yalnız sonuna şəkilçi artırmaq olur. Daha sonra deməli leksik mənaya malik olur. Kök sözün əsasını təşkil edir. Sözün kökü dəyişmir, ayrılıqdan işlənə bilir, müxtəlif şəkilçi qəbul edə bilir. Şəkilçilər isə sözün kökünü dəyişdirmir. Məsələn, biz şəkilçiyə sözə bir şəkilçi qoşduğumuzda kök dəyişmir. Kök olduğu kimi qalır. Məsəl üçün, dəmirçi sözü var. Dəmirçi dəmiri döyən adamdır. Yəni bu işlə məşğul olan. Deməli bizim kökümüz dəmirdir. Kökümüzlə şəkilçimiz arasında bir əlaqə var da. Dəmirçi də dəmirlə bağlı bir işi görür. Sözün kökü dəmirdir. Dəmirçi də bu işlə məşğul olan adamdır. Şəkilçimiz leksikdir. Niyə? Çünki yeni mənalı bir söz yaranıbdır. Yeni mənalı bir söz yaranırsa, deməli bu şəkilçiyə leksik hesab olunur. Daha sonra Azərbaycan dilində bir qayda olaraq kök birinci gəlir, şəkilçi sonra gəlir. Necə ki, dənizçi sözü olsun, kitabxana sözü olsun və s. Dilimizdə bir söz kökünə bir və bir neçə şəkilçi artırmaq olar. Lakin dilimizdə bir sıra bəzi alınma sözlərimiz var ki, söz kökündən əvvəl işlənə bilər. Və bu şəkilçilər də leksik şəkilçilər hesab olunur. Deməli, məsəl üçün, deməli, nabələd, natəmiz, anormal, bivəfa və s. Bu şəkilçilər bizim ön şəkilçilərimizdir və leksik şəkilçilərdir. Yəni, söz kökünə əvvəlinə qoşulan şəkilçilərimiz bir mənalı olaraq leksik şəkilçilər hesab olunur. İndi əsas məsələ leksik şəkilçi və qrammatik şəkilçilərdir ki, onları biz necə fərqləndirəcəyik? Deməli, şəkilçilər öz vəzifəsinə görə iki yerə bölünür. Leksik şəkilçilər və qrammatik şəkilçilər. Birinci danışacağıq leksik şəkilçilərdən. Deməli, leksik şəkilçilər necədir? Bu şəkilçilər söz düzəldici şəkilçilərdir. Yəni, yeni mənalı bir söz yaradır.
Bu şəkillər söz kökünə qoşulur, yeni mənalı söz yaradır. Leksik şəkillər həm milli, həm də eyni zamanda alımı ola bilər. İşarəsi də ki, üçbucaq formasında. Leksik şəkillər bir variantlı, iki variantlı, 4 variantlı ola bilər. Məsəl üçün, bir variantlı şəkillərə misal göstərmək olar. Xanım, dar, şünas. İki variantlı şəkillərimizə misal göstərmək olar. Laş, lan, la. Bir də ki, bir variantlı, iki variantlı şəkillərdən başqa da 4 variantlı şəkillərimiz var ki, məsəl üçün lıq şəkilçisi olsun. L, ı, cıq. Yəni tərkibində qapalı sahitlər olan şəkillərdir. Və eyni zamanda leksik şəkillər həm sözün önünə, həm də sonuna artırıla bilər. Deməli, leksik şəkillərdən önə artırılan şəkillərimiz hansılardır? Yadda saxlayaq. La, a, na, bi, ba, bir də anti. Bunlar sözün əvvəlinə artırılan şəkillərimizdir. Yəni söz önü şəkillər deyilir. Daha sonra qrammatik şəkillər haqqında danışaq. Bir də qrammatik şəkillərimiz var. Bu şəkillərə söz dəyişdirici şəkillər deyilir. Söz düzəltmək odur ki, bir sözdən yeni mənalı bir söz düzəldirsən, amma söz dəyişdirmək isə eyni mənanı daşımır. Bu şəkillər yalnız sözün formasını dəyişə bilir. Və işarəsi yumru bir işarədir. Qrammatik şəkillərimizin hamısı, deməli necə şəkilçi oldu? Söz dəyişdirici. Daha sonra qrammatik şəkillərimizin hamısı millidir. Milli mənşəlidir. Üçüncüsü, qrammatik şəkillərimiz 2 və 4 variantlı olur. Yəni, milli şəkillərimiz belə idi ki, leksik şəkillərimiz belə idi ki, bir cür yazılan, 2 cür və 4 cür yazılan. Amma qrammatik şəkilçi 2 və 4 cür yazılır. Daha sonra, qrammatik şəkillər yalnız sözün sonuna artırılır. Qrammatik şəkilləri biz əvvələ artıra bilmirik. Və ümumilikdə isə dilimizdəki qrammatik şəkillərimiz hansılardır? Biz onlardan danışaq. Qrammatik şəkillərimiz hansılardır? İsimlərdə cəm, mənsubiyyət, qısa yazacağım, hal, şəxs. Feillərdə şəxs, zaman, şəkil, inkar, bir də təsdiqlənməyən, yəni iki məstər, feil-isət, feili bağlama. Deməli, qrammatik şəkillər isimlərdə cəmdir, mənsubiyyətdir, haldır, şəxsdir. Feillərdə isə
şəxs, zaman, şəkil, inkarlı təsvirlənmə formalar. Deməli, şəkilçilər dedik ki, dilimizdəki şəkilçi yazılışına görə 3 yerə bölünür. 1, 2, 4 variantla. Ümumiyyətlə isə bir cür yazılan şəkilçilərimiz hansılarıydı? Gil, daş, sal, stan, bir də var kar. Yəni bu kimi şəkilçilərimizdir ki, bunlar bir cür yazılan şəkilçilərdir və ahəng qanuna tabi olmur. Məsələn, baxaq. Elə kitabxana sözünə. Xana da bir cür yazılan şəkilçilərimizdən biridir və ahəng qanuna tabi olmur. Və yaxud da ne oldu çay? Bir de eyni zamanda iki variantlı şəkilçilərimiz var ki, biz şəkilçilərin iki variantlı olduğunu necə bilirik? İki variantlı şəkilçilərin daxilində iştirak edən şəkilçilərimiz A və E saytlərimiz A və E saytləridir. Evdə, yolda, başla, dişlə və s. İki variantlı şəkilçilərdə açıq saytlər iştirak edir. Lakin 4 cür yazılan şəkilçilərimizdə isə qapalı saytlərimiz I, I, U, Ü saytlərimiz iştirak edir. Deməli, 4 cür yazılan şəkilçilərimiz var ki, son saytı əgər qalındısa, ümumiyyətlə 4 cür yazılan şəkilçilər adətən ahəngə tabi olur. Və sayt əgər sözümüz saytlədirsə, yəni qalın saytlədirsə, şəkilçimiz də qalın sayt artırılır. İncə saytlədirsə, incə saytlərimizdən biri artırılacaqdır. Məsəl üçün, biz götürək bir söz. Götürək taxıl sözünü. Və ona biz 4 cür yazılan şəkilçi artıraq taxılçı. Son saytimiz qapalı saytdır və şəkilçimiz də qapalıdır. Və yaxud da dəniz. Buna çi şəkilçisi artırırıq. Və son saytimiz incədir. Saytimiz də, yəni ki, şəkilçimiz də incə saytlidir. Sonu saytlə bitən sözlərə saytlə bitirilən bir şəkilçi atın. Yəni, saytlə başlanan bir şəkilçi artırdığımız zaman ya şəkilçinin saytı düşür. Məsəl üçün, mənsubə şəkilçisi. Bacım. Normalda mənsubə şəkilçisi ım-4-dür. Sadəcə olaraq saytlə bitdiyi üçün gələn şəkilçinin öz saytını itirir və təkcə m-samiti artırılır. Lakin bəzən isə iki saytın arasında bitişdirici samit işlənir. Y, N, S. Bunlar bizim bitişdirici samitlərimizdir ki, bunlardan biri işlənir. Məsəl üçün deyirəm ki, onun babası saytlə bitibdir və əslində burada I artırılmalıdır və iki sayt artırmaq yanaşı olmadığı üçün S bitişdirici samiti əlavə olunubdur orta hissəyə. Saytlə bitən sözlərə saytlə başlanan şəkilçi artırdıqda sözlə şəkilçisinin N-yısı artırılır. Yenə bir daha deyirəm. Buna da bitişdirici deyilir. Bəzən isə bu saytlər samit və sayt arasında da işlənə bilər. Yəni, samitlə başlanan şəkilçi artırdıqda da işlənir. Məsəl üçün, o əvəzliyinə biz çıxışlı qal şəkilçisi artıraq, dan. Bu zaman orta hissədə N samiti əlavə olunacaq. Olacaq ondan, bundan, onsuz, bunsuz və s. Bir də ki, sözdə bitişdirici samitin olması üçün həmin sözün kökü və ya başlanğıc formasının sayitlə bitməsi və ona sayitlə başlanan şəkilçisi artırmaq lazımdır. Yəni, məsəl üçün, dilimizdə
Çiçek sözü var ki, çiçek sözünə bir saitlə başlanan şəkilçi artırdıqda artıq söz kökündəki k y-yə çevriləcək və olacaq çiçəyə. Daha biz buradaki y-nı bitişdirici samit götürməyəcək. Çünki buradaki y samitimiz kökün içərisində gedir. Sözün köküdür. isə burada şəkilçidir. Daha sonra bu sözə saitlə başlanan şəkilçi artırdığına görə ç, y əvəzlənməsi başlayıb sadəcə olaraq. Amma babaya sözü var ki, sözün kökü babadır və ona saitlə başlanan şəkilçi artırdığımız üçün iki sait də yanaşı gəlməyəcək deyə y bitişdirici samit əlavə olunur. Sözün kökü yenə də babadır, y bitişdiricidir. Bu da belə. Bu sözün kökü saitlə bitir və ona yönlük şəkilçisi artırdıqda y bitişdiricisindən istifadə olunur. Bir də ki, dilimizdə söz yaradıcılığının əsas vasitələri bunlardır. Morfoloji yol dediyimiz zaman, morfoloji nə deməkdir? Morfoloji yol dedikdə sözlərə müəyyən şəkilçilərin artırılması, lakin leksik şəkilçilərin artırılması və düzəltmə sözlərin yaranmasıdır. Məsəl üçün, dəmirçi, əməkdar və s. şəkilçilər artırmaqla yaranan sözlərdir. Bir də sintaktik yol dediyimizdə isə mürəkkəb sözlərin yaranmasıdır. Və leksik şəkilçilər vasitəsilə düzəltmə sözlər bu yolla yaranır. Bu morfoloji yoluydu. Sintaktik yolla isə iki və daha artıq müstəqil sözün birləşməsi ilə yaranır. Buna da mürəkkəb sözlər deyilir. Məsəl üçün, istiot, tez-tez, kağız, çuğuz və s. İki müstəqil sözün birləşməsindən yaranan sözlərdir. Leksik yolla isə söz əvvəlki məzmunundan fərqlənir və yeni mənalı bir söz kimi təşəkkül tapır. Məsələn, təbiət sözü. Təbiət sözü özü həm də amonim sözdür ki, təbiət bizi əhatə edən, belə deyim ki, şərait. Təbiət, deyirəm ki, onun təbiəti bir qədər fərqlidir. Yəni ki, onun xarakteri, xasiyyəti və s. Növlərdir ki, quruluşca növləri 3 yerə bölünür. Sadə, düzəltmə, bir də ki, mürəkkəb. Sadə sözlər bir kökdən ibarət olur, ya da ki, bir kök və qrammatik şəkilçidən ibarət ola bilər. Məsəl üçün, deyirəm ki, qızlar, kitab, yazdı. Qız sözün kökü lar cəm şəkilçisidir, qrammatikdir və sadə sözdür. Kitab sadə bir sözdür. Yazdıda d zaman şəkilçisidir, yaz sözün kökdür. Bilirik ki, zaman şəkilçisidir, qrammatikdir və buna görə bu söz sadədir. Düzəltmə sözü isə leksik şəkilçimiz vasitəsilə yaranır və məsəl üçün, Həsənli, qızcığaz, dağlıq. Dağ sözün köküdür, dağlıq leksik. Həsən, həsənli, qız, qızcığaz. Bunlar isim düzəldən şəkilçilərdir, leksik şəkilçilər. Mürəkkəb söz iki və daha artıq sözün birləşməsindən yaranır. Defisdə də yazıla bilir, ayrı da, bitişik də və s. Sözlərin başlanğıc forması var. Başlanğıc forma
forma kök işarəsinə oxşur, lakin sözün alt hissəsindən qoyulur və belə göstərilir. Başlanğıc forma son leksik şəkilçi bitənə qədər olandır. Məsəl üçün bir söz götürək. Üzgüçülük. Üzgüçülükdən. Sözün kökü üzdür. Üzgü olmaz. Dilimizdə üzgü sözü yoxdur. Üzgüçü neyinir? Üzür. Buna görə də sözün kökü üzdür. Yəni üzmək feili. Və üzmək feilindən üzgüçü yaranır. Leksik şəkilçi. Çünki üzən adama nə deyirlər? Üz feildir və feildən üzgüçü ismi yarandı. Həm də ki bu söz düzəlticidir. Yeni mənalı bir söz yaratdı. Və üzgüçülər hansı işlə məşğul olurlar? İşlərinin adı nədir? Üzgüçülük. Yeni mənalı bir söz daha yarandı. Bəs bu üzgüçülük sənətdir. Üzgüçülük sənətindən yeni bir söz yaranırmı? Dən şəkilçisi artıranda. Üzgüçülükdən yaranmır. Və dən burada zaman daha doğrusu hal şəkilçidir, çıxışlıqlar və qrammatikdir. Başlanğıc forma isə qrammatik şəkilçi götürülməyəcək və son leksik bitənə qədərdir. Baxırıq ki, leksik şəkilçi üzgüçülük sözünün daxilindədir. Və daha sonra bəzən isə qrammatik şəkilçi normalda leksik şəkilçilərdən sonra gəlir. Sonda gəlir. Lakin bəzən elə şəkilçilərimiz olacaq ki, onlar qrammatik şəkilçilərdən sonra da gələ bilər. Bunlar hansı şəkilçilərimizdir? K-dır, dakıdır, sızdır. Bir də eyni zamanda gildir. Deyirəm ki, dayım, gil. Dayı sözün köküdür. Burada dayım mənim dayım. Mənsubiyyət edə qrammatikdir. Dayım gil. Bu isə leksikdir. Gil leksik şəkilçidir. Və biz burada sonuncu leksiki də götürməliyik axı. Buna görə bizim başlanğıc forma dayımgil sözdür. Daha biz sözün belə deyim ki, kökünü də başlanğıc forma kimi götürməyəcəyik. Deməyəcəyik ki, burada qrammatik şəkilçi var, qrammatik şəkilçiyə qədərdir. Yox, son leksik daxil olmaqla. Daha sonra bir şey vurğulayım. Bir də bizdən soruşurlar ki, həmişə sözün hansı nitq hissəsindən yaranmasına. Çox uşaq bunu çaşır. Sözün hansı nitq hissəsindən yaranmasını kökün götürür. Yox, kökü soruşulanda kökə baxacaq. Sözün hansı nitq hissəsindən yaranmasını soruşursa, hansı nitq hissəsindən düzəlmişdir. Bu zaman son leksikdən əvvələ baxmalıyıq. Məsəl üçün biz baxaq. Düzgünlük sözünə. Düz sözün köküdür. Düzgün adam necə olur? Düz danışır. Düz sözünə düzgün necə? Yeni bir söz yarandı. Düzgünlə də düzgünlük. Və soruşsaq ki, sözün kökü hansı nitq hissəsidir? Bu zaman birinci olana baxacağıq. Bəs deyə bilərsiniz ki, müəlliməm, sözün kökü hansı nitq hissəsi olduğunu nereden bilin? Bilirik ki, ümumiyyətlə sözün kök hissəsi bu düz sözü amonim sözdür. Düz sifət də ola bilir, düz isim də ola bilir, düz feil də ola bilir. Belə də biz çaşırıq. Bilmirik ki, burada hansı düzdən söhbət gedir. Ona artırılan şəkilçi qın, qun, kün şəkilçisidir ki, 4 cür yazılan. Bu şəkilçi feillərə artırılan şəkilçidir. Lakin feillərə artırılan şəkilçiləri əzbər bilmiriksə, biz bu şəkilçini götürürük, ayrı bir sözə artırırıq. Məsələn, biz deməli şəkilçini götürürük, yeni bir sözə əlavə edirik. Süzgün sözü, süz sözün kökü qın, kün şəkilçisi leksik şəkilçidir. Biz hardan bildik indi burada hara artırılıb? Süz sözü amonim deyil və süz nə et?
nə et sualına cavab verir. Deməli sözün kökü feildir. Biz bu şəkil içini başqa bir sözə qoşmaqla onun hansı nitq hissəsi olduğunu artıq bildik. Deməli bizim sözümüzün kökü buradakı düz sözü düzmək feilidir. Kök feildir. Kökün tapdıq. Lakin soruşanda ki, hansı nitq hissəsinə yaranıbdır? Biz sonuncu leksikimiz lıq şəkilçidir. Son leksikdən qabağa baxırıq. Bəs dilimizdəki bu düzgün sözü hansı nitq hissəsidir? Yəni, düzgünlük sözü hansı nitq hissəsindən yaranıbdır? Düzgün necə? Sifətdən yaranıb. Deməli, kökü deyəndə, kökü hansı nitq hissəsidir? Aydın məsələdir. Sözün kökünə baxırıq. Və bizdən hansı nitq hissəsindən yarandığını soruşursa, ən son olan leksik şəkilçidən əvvələ baxmalıyıq. Başqa bir nümunəyə baxaq. Qırçılıq. Qır sözün kökü. Qır bilirik ki, asfaltı tökülən qara mayədir. Qır qara rəngdə olur. Çı ona artırılır, qırçı. Qırı tökən adam kimdir? Qırçı. Yeni mənalı bir söz yarandı. Və həmin o qırçı hansı sənətlə məşğul olur? Qırçılıq. Bu da yeni bir sözdür. Həm də ki, çı və lıq şəkilçisi adlara qoşulan leksik şəkilçilərdir. İndi biz hardan bilək ki, bu qır hansı nitq hissəsidir? Axı, qır amonim sözdür, qır feil də ola bilir və qır isim də ola bilir. Qır sözü çı şəkilçisi nələrə qoşulur? Məsəl üçün, əməkçi, boyaqçı, sonra məsəl üçün, dəmirçi adlara, ismə qoşulan şəkilçidir. Deməli, buradakı qır isimdir. Burada mayi halında olan qırdan söhbət gedir. Kökümüz isim. Bəs yaxşı, bu söz hansı nitq hissəsinə yaranıbdır? Son leksikdən əvvələ baxıram. Qırçı nədir? Bu da isim. Deməli, qırçılıq ismi qırçı ismindən yaranmışdır. İndi isə mən şəkilçilərin amonimliğine toxunmaq istəyirəm. Çünki biz bayaq qrammatik şəkilçilərdən məsələdik ki, ismə qoşulan qrammatik şəkilçilər cəmdir, mənsubiyyətdir, haldır, şəxsi sonluqlardır. Feillərə qoşulan qrammatik şəkilçilər isə feilin təsdiqlənməyən formaları. Yəni, məsdər, feili sifət, feili bağlamanın şəkilçiləridir və bundan sonra deməli feilin şəkilləridir və ardıcadakı inkar şəkilçimizdir. Bunlardır. Bu şəkilçilərimiz deməli feilə qoşulan qrammatik şəkilçilərdir. Lakin eyni zamanda şəkilçilər həm də amonim ola bilər. Elə birinci başlamaq istəyirəm ki, D şəkilçisindən. Yəni D şəkilçimiz həm leksik şəkilçi ola bilər, həm də qrammatik. Bəs biz necə fərqləndirəcəyik ki, leksik hansıdır, qrammatik hansıdır? Ümumiyyətlə, D şəkilçisi feillərə qoşulur, feil yarada bilir. Və bunu unutmalı deyilik ki, D şəkilçisi əgər leksik şəkilçisidirsə, bu zaman özündən sormaq artırmaq mümkündür. Məsəl üçün deyirəm ki, birləşdirmək, birləşdirildi. Bir sözün köküdür. Birdən birləşmək. Ümumiyyətlə, feillərdən yeni bir feil yaradanda feillərə qoşulan şəkilçiləri biz maq artırmaqla tapa bilərik ki, bu leksik şəkilçidir, yoxsa qrammatik şəkilçidir. Leksik şəkilçilərə biz asanlıqla maq artıra bilirik. Lakin qrammatik şəkilçiyə maq artırmaq olmur, inkar şəkilçisi istisna olmaqla. Leksik birləşdirmək. Əgər biz D şəkilçisindən sonra maq artırırıqsa və məna varsa, oradakı D şəkilçisi leksik şəkilçidir. Birləşdirmək, birləşdirilmək və birləşdirildimək demək olmur. Birləşdirildimək olmur. D burada qrammatikdir. Həm də ki, D burada zaman şəkilçisidir. Əgər zaman şəkilçilərini hələ tam əzbər bilmirsinizsə, qrammatik şəkilçilər yadınızda tam qalmırsa, bu üsulundan yoxlayın. Sözün kökü bir sayıdır. Sözümüz hansı nitq hissəsinə yaranıbdır? Birləşdir feilindən və başlanğıc formamız hansı nitq hissəsidir? Birləşdirmək, birləşdirilmək. Yəni, o da feildir. Daha sonra, deməli, bəs D nə zaman qrammatik şəkilçidir?
Baxaq onunla bağlı da bir nümunə yazım. Ağır, ağırdır. Ağır sözün kökü ağardırmaq demək olmur. Ağardırmaq olmur. Dır deməli burada şəxs sonluğudur və qrammatik şəkilçidir. Deməli, dır necə fərqləndirdik? Maq artıranda məna varsa leksik, maq artıranda məna yoxdursa qrammatikdir. Daha sonra laş və lan şəkilçisi haqqında danışmaq istəyirəm. Laş və lan şəkilçisi. Bu şəkilçi bəzən bütöv, bəzən isə parçalanaraq götürülür. Bəs biz hardan biləcəyik ki, nə vaxt parçalanır, nə vaxt parçalanmır? Əgər bu şəkilçilərə də maq artıranda məna varsa, o zaman parçalayacağıq. Məsəl üçün deyirəm ki, salamlaşdı. Salam sözün köküdür və dilimizdə salamlamaq ifadəsi var. Lanı biz ayrı leksik götürürük. Salamlaşmaq. Şı da ayrı leksik götürülür və d qrammatik şəkilçidir. Laş bu zaman parçalanır ki, biz şəkilçiləri parçalayaraq ona maq artırırıq. Maq artıra biliriksə artıq bu leksik şəkilçidir. Yəni parçalanan leksik şəkilçidir. Bir də deyirəm ki, məktublaşmaq. Dilimizdə məktub ifadəsi var. Məktublamaq yoxdur. Məktublamaq sən özünü öldürsən də olan deyil. Dilimizdə elə bir ifadə yoxdur. Bu zaman məktublamaq olmadığı üçün məktublaşmaq götürürük. Laşa bütöv götürürük leksik şəkilçi kimi. Və maqdakı bilirik ki, məstər şəkilçisidir. Feilin təsriflənməyən formalarının şəkilçiləri birbaşa qrammatikdir. Deməli, lan və laş şəkilçisini də biz parçalayaraq, maq artırırıq, məna varsa, biz onu ayrı-ayrı leksik götürəcəyik. Məna yoxdursa, biz o şəkilçisini məcbur pərçimləyib bölə bilmərik. Bütöv leksik götürməliyik. Daha sonra dilimizdə dık, dım, maz şəkilçilərimiz var. Bunlar ikili qrammatik götürülən şəkilçilərdir. Baxaq nə demək istədiyimi. Dık şəxs sonluğudur, yəni zaman üstəgəl şəxs sonluğudur. Məsəl üçün deyirəm ki, oxuduq. Oxu sözün köküdür və d burada keçmiş zamandır, ayrı qrammatik. Q da şəxs sonluğudur. Biz oxuduq. Birinci şəxsin cəmidir. Və biz bunu d-qı bütöv qrammatik götürə bilmərik. Bu mümkün deyil. D-nı da q-dan ayırmalıyıq. İki qrammatik şəkilçi var bu sözdə. Və dım şəkilçimiz var. Məsəl üçün deyirəm ki, d üstəgəl m. Oxudum. Oxu sözün kökü d zamandır, m yenə şəxs sonluğudur. M üstəgəlsin ir şəkilçisi, əslində bu şəkilçi ma üstəgəl ir şəkilçisidir. Yəni ki, belə deyim, inkar şəkilçisi üstəgəlinsin indiki zaman. Sadəcə olaraq 2 saat yanaşı gəldiyindən dolayı saatlərdən biri düşür və qısa şəkildə mır formasında olur. Yəni, məsəl üçün deyirəm ki, oxutdurmur. Oxu sözün kökü oxutmaq leksik, oxutdurmaq leksik. Daha biz burada muru bütöv götürmək olmaz, götürməli deyilik. M burada inkar şəkilçisi, ırda indiki zamanda qrammatik.
Maz da eyni qaydadadır. Gözləməz. Bəzən uşaqlar çaşırlar. Gözləmək sözünün kökünü gözlə götürürlər. Olmaz. Gözləmək əslində qalsa deyəcəksiniz ki, müəllim insan gözü ilə gözləyir ki, bəli, bir insanı gözlədiyimiz zaman bizim gözümüz onun yolunda qaldığı üçün sözün kökü elə gözdür. Göz sözün köküdür. Lə burada gözləmək. Mək artırdıq və burada maq artıra biliriksə feylə məna varsa, lə burada leksikdir. Yəni, gözləməz o deməkdir ki, gözləməyər. Qısaldılıqdır, gözləməz formasındadır. İnkar üstəgəl burada gələcək zaman şəkilçisidir. M qrammatik, ar da qrammatik. Daha sonra ma şəkilçisinə gələk. Ma şəkilçisi həm leksik, həm qrammatik olan şəkilçidir. Biz elə onu harada görsək, qaçaq gedək, inkar şəkilçisi kimi götürək, qeyri-mümkündür. Olmaz. Qətiyyən belə bir hərəkət eləməyin. Ma şəkilçisi leksik şəkilçi ola bilir. Məsələn, isim düzəldən bir şəkilçidir. Məsələn, mən dondurma yedim. Dondurma yedim ifadəsində artıq buradakı ma leksikdir. Və yaxud da deyirəm ki, birləşmələr. Sözün kökü birləmək sözü yoxdur dilimizdə uşaqlar. Deməli biz la üstə qarşı yox, bütövləş götürəcəyik. Birləşmək, leksik və buradakı mə inkar deyil. Birləşmələr nələr? Birləşmələr. Buradakı mə isim yaradır. La isə qrammatik şəkilçidir. Daha biz buradakı maməni gedib qrammatik götürə bilmərik. Bir də deyirəm ki, məktub məsəl üçün oxudulmadı. Sözün kökü oxu, oxumaqdan oxutmaq. Leksik, oxudulmaq, leksik, ma qrammatik, d qrammatik. Və sözün başlanğıc forması nə olur? Oxudulma. Burada oxudulmadı, mamə də inkar şəkilçisidir. Ona görə qrammatikdir. Daha sonra ın şəkilçisi var. In şəkilçisi də həm leksik, həm qrammatik olur. Məsəl üçün, isim yaradan bir şəkilçi ola bilir. Deyək ki, səpin başlandı. Sual verəndə deyirsən ki, nə başlandı? Səp sözün köküdür. Səpin leksik. Bir də var deyirəm ki, toxumu səpin. Səpin. Nə edin? Səpin. Bu şəxs onluğudur. Və bir şey də yadda saxlamaq lazımdır ki, bu sözlər amonim olmayan sözlərdir və vurğuya görə dəyişən sözlərdir. Deməli, bizim həmişə leksik olan şəkilçilərimizdən biri ıtdır. T və ıt. Harada görsək, bilməliyik ki, bu şəkilçi leksikdir və eyni zamanda feildən feil düzəldən bir şəkilçidir. Gələk, deməli, aq şəkilçisinə. Aq şəkilçisi bəzən A üstə gəlsin q formasında, bəzən isə bütöv qrammatik şəkilçi kimi götürülür. Bu da necə olur? Əgər ki, arzu şəklinin birinci şəxsinin cəmidirsə, parçalanacaq. A arzu şəkli, q şəxs onluğu. Əmr şəklinin birinci şəxsinin cəmində isə aq bütöv götürüləcəkdir. Məsəl üçün deyirəm ki, alaq. Al sözün kökü əmr şəkilçisi aq bütöv, lakin arzu şəkilçisi A birdən ayrı, q da bir ayrı olacaqdır. Bəzən bunları cümlə daxilində verirlər ki, fərqləndirə bilək və əmr şəkli olmasını bilmək üçün isə bəzən əmr ədatları qoyulur cümlənin əvvəlində. Arzu şəklində olmasını bilmək üçün isə arzu şəkli sözlərin qarşısına isə yəni arzu ədatı qoyula bilər. Daha sonra dan şəkilçisi var. Dan şəkilçisi var. Dan şəkilçisi
ümumiyyətlə həm çıxışlı hal düzəldə bilir, həm də ki, zərf düzəldən şəkilçidir. Məsəl üçün deyirəm ki, çoxdan görünmürdü. Nə vaxt? Çoxdan. Çox burada leksik sözün kökü, dan isə leksik şəkilçi. Amma dan qrammatik şəkilçi onda çıxışlı hal olur və sual verəndə kimdən, nədən sualı verə bilirsən sən o asanlıqla. Deyirəm ki, güldən xoşum gəlir. Nəydən? Güldən. Gül sözün kökü dəndə leksik. Bir də dan şəkilçisi uşaqlar isim düzəldir. Və deməli güldan, qənddan, gül sözün kökü dan leksik. Deməli dan şəkilçisi də həm leksik, həm də qrammatik ola bilir. Cümlələrdə onu biz fərqləndirməliyik. Daha sonra da şəkilçimiz var ki, da şəkilçisi necədir? Da şəkilçisi də zərf düzəldə bilir, bir də ki, qrammatik şəkilçisi də yerlik hal. Məsələn, deyirəm ki, ildə pul alır. Nə vaxt pul alır? Yəni, hər il mənasında ildə. Bir də deyirəm ki, həftədə Həftədə 7 gün var. Həftə sözün kökü D də burada yerlik haldır. Bir də sözün kökünü şəkilçidən ayıra bilməyə bacarmaq lazımdır. Səhv kök götürə bilmərik. Məsəl üçün, uşaqlar çox zaman çaşırırlar nədə? Güləşmək sözü olsun. Deyirəm ki, güləşdim. Və yaxud da deyirəm ki, dağıntılar. Və yaxud da deyirəm ki, dinləmək. Güləşmək sözünün kökünü bəzən gül götürürlər. Axı gül istər çiçək mənasında olsun və yaxud da ki, üstəgəl gülmək mənasında olsun. Güləşlə gül arasında heç bir əlaqə yoxdur. Bizim kökümüzlə şəkilçimiz arasında müəyyən bir əlaqə olmalıdır. Ona görə də güləş sözün kökü olur. Yəni güldən yaranmır bu söz. Bayaq dediyim kimi d zaman şəkilçisi m şəxsonluq olacaqdır. Dağıntı. Dağla dağıntı arasında heç bir əlaqə yoxdur axı. Dağ uca bir dağdır, dağıntı çökmək mənasındadır. Bunların kökünü biz daha doğrusu biz dağ formasını götürə bilmərik. Sözün kökü dağıntıdır. Lar da cəm şəkilçisidir, qrammatik. Dinləmək sözü. Dinlə sözün köküdür. Maq da qrammatikdir. Burada daha biz dinlə arasında əlaqə yarada bilmərik. Din, biz İslam dini, Yahudi dini və s. Və yaxud da ki, din danışmaq mənasındadır. Dinləyən adam isə susur. Yəni, biz baxmalıyıq ki, şəkilçi ilə kökün arasında müəyyən bir məna yaxınlığı olsun. Acaq şəkilçimiz var ki, acaq şəkilçisi həm isim düzəldir, həm feili sifətdir, həm də eyni zamanda gələcək zaman şəkilçisidir. Ümumiyyətlə, isim düzəltdiyi zaman nə? Deməli, sualına cavab verəcək. Yanacaq sözü. Yanacaq sözü həm gələcək zamanda ola bilər, həm də isim. Baxacaq cümlədəki yerinə. Məsəl üçün deyirəm ki, ev çox soyuqdur, yanacaq lazımdır. Sən ona sual verəndə nə edəcək lazımdır demirsən ki, nə lazımdır deyirsən. Deməli, bu isimdir. Nə sualına cavab verir və leksik şəkilçidir. Feili sifət və gələcək zaman olduğunda isə qrammatik şəkilçi olacaq. Feili sifət ümumiyyətlə adətən ismin qarşısından gəlir və necə sualına cavab verir. Məsələn, deyirəm ki, yanacaq odun. Deyirəm ki, qardaş, yanacaq odun gətir. Məsələn, odunların bir çoxu yaşdır və yanmır. Deyirəm ki, yanacaq olan odunu gətir. Necə bir odun? Yanacaq odun. Necə sualına cavab verir? Gələcək zaman isə nə edəcək? Və yaxud nə edəcəkdir sualına cavab verəcək. Deyirəm ki, odun yanacaq.
Nə edəcək? Yanacaq. Artıq nə edəcək? Nə edəcəkdir? Və sair kimi suallara cavab verdikdə isə artıq bu olacaq gələcək zaman şəkilçisi. Ir şəkilçisi. Ir şəkilçisi də həm leksik ola bilər, həm qrammatik. İsim düzəldə bilən bir şəkilçidir. Məsələn, deyirəm ki, gəlir yerimizdir. Deyirəm ki, iş yeri gəlir yerimizdir. Gəlir nə? Gəlir. Gəlməkdən gəlir yaranır, leksik. Amma ki, nədir onun adı? Nə edir sualına cavab verəcək olsa, deyirəm ki, uşaqlar gəlir, nə edir? Burada artıq qrammatik şəkilçi olacaq. Daha sonra 44-cü sual. Başlanğıc forması düz göstərilən sözləri seçin. Bildir sözü. Bildir əvvəlki illər deməkdir. Nə isə bilməkdən söhbət getmir. Sözün kökü bildirdir. Bildirməkdən bildirki leksik. Lar olacaq cəm. Dəndəki qrammatik olan hal şəkilçisidir. Başlanğıc formanı səhv göstəribdir. Başlanğıc forma son leksikin bitirəcəyi yerə qədərdir. Deməli, biri götürə bilmərik. Özümüzünkülər öz sözün kökündən özümüz, bizim özümüz, ımız mənsubiyyəti və özümüzün ın da qrammatik, ç leksik, lar da qrammatik. Demişdik ki, bəzi şəkilçilər vardır ki, qrammatikdən sonra işlənə bilər. Lakin o, leksik şəkilçi olduğu üçün başlanğıc formaya daxildir. Bu, deməli, düz göstərilibdir. Bağlanılmışdır sözün köküdə bağ ismidir. Bağdan bağlamaq, bağlamaqdan bağlanmaq, bağlanmaqdan bağlanılmaq. Mış isə burada zamandır, dır şəxs sonluğudur, başlanğıc forma düz göstərilmişdir. Dilənçilik sözündə də eyni qaydada. Dil ismindən dildən diləmək olur. Dilinlə diləyirsən. Diləməkdən dilənmək, dilənməkdən dilənçi yaranır. Dilənçi də hansı peşəni davam etdirir? Dilənçiliyi. Başlanğıc formada leksikin bitdiyi yerə qədər düz göstərilibdir. Cavabımız C-dir. Çünki ələkçilərdən sözündə ələkçi yeni mənalı bir söz yaratmış olur, ç şəkilçisi. Leksik olduğu halda başlanğıc formaya da salmayıblar.